Elhamdülillah vəhdəh və salatu və səlam alə mən la nəbiyyə ba'də. Deməli 40 hədis kitabından inşallah bugün ola bilsin ki 3 hədis götürdük. 13, 14, 15-ci hədisləri. Həmişəki kimi tərcümələri oxuyuruq və müəyyən faydalara toxunuruq və ondan sonra ərəb dilini bilənlər üçün qrammatik təhlilinə baxırıq. Hədis ən Əbi Həmzə Ənəs ibn Məlik radiyallahu anhu Xadim Rasulullah sallallahu aleyhi ve sellem Ən-Nəbi sallallahu aleyhi ve sellem qal Peyğəmbər sallallahu aleyhi ve sellemin yəni xidmətində olan yəni xidmətçisi Ənəs ibn Məlikdən rəvayət olunur ki, o Rasulullah sallallahu aleyhi ve sellemin belə dediyini rəvayət edir. La yu'minu ahadukum hatta yuhibba li axihi ma yuhibbu li nefsihi. Yəni sizlərdən biriniz öz nəfsinə istədiyini qardaşı üçün istəməyincə iman gətirmiş olmaz. Burada qardaşlar iman gətirmiş olmaz, yəni kamil iman gətirmiş olmaz. Deməli burada fayda kimi nəyə toxunuruq? Həsəddən, paxıllıqdan çəkinmək və sonra insanları kamil, ibadətin kamil formasına yönətmək, təşviq etmək. Sonra növbəti hədis 14-cü hədis İbn Məsud radiyallahu anhudan rəvayət olunur ki, qalə Rasulullah sallallahu aleyhi ve sellem, Nəbi sallallahu aleyhi ve sellem demiştir ki, la yahillu damu mri'in muslimin illə bi ihdə thələth. Yəni müsəlman kişinin, müsəlman kəsin nədir? Qanı halal deyil, 3 şey istisna olmaqla. 3 şeylər nədir? Əs-seyyibu zəni, evli olan kəsin zina etməsi, yəni rəhbər tərəfindən evli olan nədir? Zinakar nədir? Öldürülür. Amma subay yox. Subayın cəzası başqadır. Sonra və nəfsu bin nəfs, yəni qisas, yəni bir cana can, yəni qisas. Bir də və təriku li dinihi el-mufariqu lil cəmaati, cəmaatdan ayrılaraq dinini tərk edən kəs, İslamı tərk edən kəs və bu da rəhbər tərəfindən cəzalandırılır. Deməli, buradakı faydalardan götürülür ki, yəni evli kəsin öldürülməsi faydasını götürülür. Həmçinin İslamda qisas qaydasının olmasını götürürük. Həmçinin də İslama girib sonra İslamı tərk edənin halının təhlükəli olması faydasını götürürük. Və bu faydalardan biri də bu 3 şeydən başqa müsəlmanın qanını tökmək olmaz. Yəni bu təbii ki, bu şeylər hamısı rəhbərə aiddir. Növbəti hədisə baxaq. 15-ci hədis. Abu Hureyra radiyallahu anhudan rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi ve sellem elə demişdir ki, "Mən kana yu'minu billahi vel yevmil axir felyaqul xeyran aw liyasmut." Allaha və axirət gününə inanan kəs ya xeyir şey söyləsin, ya da sussun. Növbəti fayda, növbəti yəni hədisin cümləsi. Və mən kana yu'minu billahi vel yevmil axir felyukrim carahu. Allaha və axirət gününə iman gətirən kəs qonşusuna ikram eləsin. Ona yaxşı baxsın. Və mən kana yu'minu billahi vel yevmil axir felyukrim dayfehu. Allaha və axirət gününə iman gətirən kəs qonağına ikram etsin. Və buradan faydalardan görünür ki, İslam dini insan hüquqlarına
və insanların qəlblərini birləşdirəcək əməllərə necə, yəni yönəldir. Yəni başqa dinlərə də nisbətən İslamda bu şeylərə təşviq vardır. Həmçinin gördüyümüz kimi bizim, yəni İslamda da o bayramlarımız da hamısında kasıblar üçün xeyir var. Yəni orada heç bir israf yoxdur. Təbii ki, hərəsinin öz qaydasında eləsən. Sonra faydalardan bir kəsin nədir, axirəti unudubsa və yaxud da ki, unutmasa da belə axirətlə nədir, onu qorxuzmaq və yaxud da ki, xatırlatmaq ki, kamil ibadətlərin kamil formalarında yerinə yetirsin. Sonra faydalardan alimlər çıxardıb ki, xeyir söz danışmırsansa, susmağın vacib olması və həmçinin qonşu və qonaqlara da ikram eləməyin nədir, vacibliyi. İndi isə ərəb dilini bilənlər üçün inşallah bunun təhlillərinə baxaq. Deməli, hədislər deyir ki, qalə təkarrara irab. İrabı yəni keçib təkrar olaraq. La nafiyə yu'minu fi'lu mudari merfu ve alamet rafi damma vel fa'il damir mustatir cevazan takdiruhu huwa ahadukum fa'il merfu'un ve alamet rafi damma ve huwa mudaf el kaf yani buradaki k damirun hitab mebniun ala dammi fi mahallil cer bil idafe hatta tansubul fi'le mudari يحب فعل مضارع منصوب وعلامة نصبه الفتحة والفاعل ضمير مستتر جوازه تقديره هو يعني burada هو gizlenir. لأخيه لام حرف الجر أخيه اسم مجرور وعلامة جره الياء لأنه من أسماء الستة. Əsma-i sittə qardaşlar, yəni əsma-i xamsadır. Sadəcə orada 6-cı da var. Hənun, yəni yüngül h-dır. Yəni hə deyil, hədir, yüngül hə. Hənun, o da söyüş mənasındadır və demək olar ki, ərəblər artıq onu istifadə eləmir. Deyənə sonradan nəfçilər əsma-i xamsə deyərək, yəni qeyd edib və kitablarda fəsil açıblar. Sonra və huva mudaf, yəni nə idi mudaf, harada qaldıq? Hə, yəni bundan söhbət gedir. Sonra əl-hə, yəni bunu deyir. Damirun mabniyun aləl kəsrə, kəsrəti fi məhəlli cər mudafun ileyhi. Mə ismi mevsul mabniyun aləl sukun fi məhəlli nasb məfulun bihi. Hansıydı burada? Yəni yuhibbu, mə yuhibbu. Buradakı yuhibbu məyə təsir edir. Aydındır, bu olub nə? Məfulun bihi. Yuhibbu li nəfsih də sılətul mevsulədir. Yaxşı, harada qaldıq? Lə məhəllə ləhə minəl irab, sılətul mevsulən dedi. Li nəfsihi əlləm hərfu cərin, nəfs sözü isə ismu məcrurun və aləmətü cərihi əl-kəsrə və huvə mudaf. Əl-hə damir məbinin aləl-kəsri fi məhəlli cər mudafun ileyhi. Sonra növbəti 14-cü hədisə baxaq. Deməli, lə nəfiyyədir. Hədisin özünü də çevirək. Yaxşı. Yahillu fi'lu mudari merfu ve alametu raf'ihi damme. Demu fa'il merfu ve alametu raf'ihi damme ve huve mudaf. İmri'in mudafun ileyhi mecrur ve alametu cerhi kesra. Muslimin sıfatun mecrura. Yəni nahtdır. Nəyin nahtıdır? İmrinin nahtıdır. İlla ədətu hasr. Bi ihdə. Əl-bə harfu cer, ihdə ism. İhdə ism mecrurun ve alametu cerhi kesratu muqaddara men'a min zuhuriha ta'azir və hiyə mudaf. Deməli, burada bu ihdənin kəsrəsi niyə çıxmadı? Mən'a min zuhurihə ta'azur. Tələffüzü çətin olunması qaydasına görə. Çünki bildiyimiz kimi ismu məqsurlar həm rafda, həm nasbda, həm cərdə nədir? Onların
əlamətləri, mərfuun, mənsubun, məcrurun əlamətləri təqdirdə olur. Üzə çıxmır. Çünki ism məqsur hansıdır? Yəni sonu əliflə bitənlər. Sələs, mudafun lehi məcrurun və aləmətü cərhi əl-kəsrə. Əs-səyyib, bədəl min sələt. Yəni, burada deyir ki, bi ihdə sələsin. Yəni, üç, hə? Bu üç dənənin bədəlidir bu. Səyyib, nəfs, tərik. Bədəl nədir? Özündən əvvəlkini açıqlayan. Azərbaycan dil qrammatikasında nədir o? Əlavə. Biz ona bəzən yəni sözü ilə deyirik. Yəni, üç şey, yəni, aydındır. Bəzən də tri qoymaqla, yəni onu cümlədə ifadə etmək olur. Hər bir halda bu bədəldir. Yəni, səyyib bədəldir. Əz-zəni sifətü məcrur bir kəsrəti müqaddara. Mənə min zuhurihə əs-səqil. Zəni isə səyyibin nədir? Natıdır. Bu da səqil qaydası. Səqil qaydası nədə olur? İsmun mənquslarda, sonu yəni bitənlərdə. Yəni, sonu yəni bitənlərin yalnız nasda olan əlaməti üzə çıxa bilər. Amma rafda cərdə isə təqdirdə olur. Yəni, bura güya ki, innə qoysaq, innə zəniyyə olacaq, aydındır. Yəni, nasda üzə çıxa bilir. Səqildə nədir? Yəni, ağırdır. Yəni, yədə yəni, dammə ilə kəsrəni çıxartmaq ağırdır. Təğazzür isə mümkünatı olan şey deyil. Yəni. Vav, hərf atıfdır. Ən-nəfs. Tu'rab iqrab səyyib, yəni səyyib kimi bunu iqrab edəcəyik. Bin-nəfs. Əl-bə, hərfu cər. Ən-nəfs, ismu cər, və aləmətül cərrihi, cərrihi əl-kəsrə. Vav, hərfu atıf. Tərik. Tu'rab iqrab səyyib. Li dinihi. Ləm, hərfu cər. Din, ismu məcrur və aləmətül cərrihi əl-kəsrə və huvə mudaf. Vəl-cər vəl-məcrur. Yəni, bu cər məcrur ikisi bir yerdə. Mütəalliqanı bir tərik. Təriklə mütəalliqdir. Çünki demişdik ki, mütəalliqlər ya feilə mütəalliq olur, ya da feilin işini görənlərə. O da tərikdir, yəni fəil vəznidir, ismu faildir. İsmu faili mütəalliq ola bilir. Belə deyək, ismu fail onun üzərində iş görür. Aydındır. Əl-hə, damirun məbniyun aləl-kəsri fi məhəllə cər bil-idafə. Əl-müfariqu, sifətun lit-tərik. Baxaq burada, necə olur sifətun tərik. Deməli, və-təriku li-dinihi əl-müfariqu li-cəmaəti. Cəmaatdan ayrılan dinini tərk edən. Deməli, burada nədir, qardaşlar? Bu mən'uddur, ikisi bir mütəalliq ilə bir yerdə. Bu da mütəalliq ilə bir yerdə na'tdır. Bax, bunun bu da mütəalliqlə bir yerdə bu mütəalliqindən olanın sifətidir. Aydındır. Yəni, deyə bilərsiniz, axı, burada na'tla mən'utun arasına sanki nəsə girib. Əslində belə girməyib, çünki bu komplektin sifətidir. Amma na'tla mən'utun arasına cümlənin girməsi qaydası var. Bəli, var o. Onu, yəni, yəqin ki, bilirsiniz. Bilməsiniz də, yəni, müəllimlərinizə müraciət edib, onun haqqında məlumat ala bilərsiniz ki, yəni na'tla mən'utun arasına cümlə girə bilir. Sonra harda qaldıq? Sifət tərifdir. Lil-cəmaə ləmu hərfi cərdir. Əl-cəmaə ismu məcrur və aləmətül cərrihi əl-kəsrə. Yəni, lil-cəmaət özü mütəalliqdir müfariqlə. Növbəti 15-ci hədisi də oxuduq elədir. Yaxşı, bunun da yerabına baxaq. Burada da açaq. Yaxşı, mən ismu şərt, ismu şərtin cəzimin məbniyun alə sukunu fi məhəllə rafin mübtədəun. Xəbəruhu, xəbərin ədvəsində özə gəlir mübtədadırsa, ta ki, altına xət çəkilir, güya ki, mim qoyur mübtədadırsa, onda onun xəbəri əl-cümlətü şərtiyyə. Bə'dahu. Yəni, özündən sonraki o şərtiyyə cümləsi onun nəymiş? Xəbəriymiş. Kənə fi'lu məadın naqisun məbniyin aləl-fəthi fi məhəlləl cəzm ismu şərtin və ismuhə damir müstatir
Yəni özü bu e, ismu şərtdir. Baxaq şeylə. Baxın. Mən kənə ismu şərtdir. Aydındır. Yəni bu ismin şərtidir. Mən isminin şərtidir. Və ismuha damir müstətir cavazın təqdiri huva. Yəni kənənin ismi də olmalıdır axı. Yəni huvadır. İsmi bəs kənənin onda xəbəri hansıdır? Bax yu'minu. Yu'minu fi'lu mudari'un merfu və alam tərəfi damma vəl fa'il damir müstətir cavazın təqdiri huva. Vəl cümlətu fi məhəllə nasb xəbəru kənə. Aydındır. Bax bu nədir? Kənənin xəbəridir. O da niyə fi məhəllə nasb olur? Çünki kənənin xəbəri bildiyimiz kimi nədə olmalıdır? Nasbda ona görə. Billahi cer və məcrur mütəalliqani yu'min. Vel yevm ma'tufun alallah tu'rabu i'rabuha. Yəni Allah sözünə atf olunub, onun kimi i'rab olunur. Əl-əxir sifətun li yevm. Bu yevmun sifətidir. Məcruratun alamətə cərrihi kəl-kəsrə. Fəlyəqul əl-fə vaqi'a fi cavabı şərt. Yəni bildiyimiz kimi bəzən cavabı şərtlər fələ gəlir. Yəni cavab şərtdə qoyulan fədir. Əl-ləm ləmul əmr. Yəqul fi'lu mudari məczumun bil ləmul əmr. Yəni bu niyə cəzmə düşüb? Ləm əmr qoşulmuşdu. Fəlyəqul idi də. Ona görə cəzmə düşüb. Vəl fəil damir müstətir cavazın təqdiruhu huva. Vəl cümlə fi məhəlli cəzm cavabı şərt. Aydındır. Sonra xeyran. Məf'ulun bihi mənsubun və alamətü nasbihi el-fəthə. Əv harfu atf. Liyasmut. İ'rabı liyaqul kimidir onun i'rabı da. Sonra və mən kənə yu'min billahi vel yevmil axir felyukrim və tu'rab i'rabı cümləti səbiqə onun kimi cərahu cər məf'ulun bihi mənsubun və huve mudaf burada nöqtə qoyuruq. El-həv damir muttasil məbni alə dammi fi məhəlli cər mudafun ileyh. Və mən kənə yu'min billahi vel yevmil axir felyukrim dayfəhu tu'rab i'rabı cümləti səbiqə kimi i'rab olunur. Desən bitdi, hə? Subhanəkallahumma və bihamdik, əşhədu an la ilahe illa ente, estağfiruke və etûbü ileyk.